Salam. İlk dərsimizin mövzusu ismin cinsləri və əvəzlikləridir. İsim və əvəzliklərin cümlələrdə söz birləşməsi halında tətbiq olunma qaydasıdır. Gəlin ilk növbədə ismin cinslərindən başlayaq. Deməli, rus dilində ümumilikdə götürsək 3 cins var. 3 рода. Это мужской род, kişi cinsi, женский род, qadın cinsi, sredni rod, orta cins. Amma onu qeyd edim ki, terminləri rus dilində bilməsəniz də olar. Yəni, əgər sizə terminləri rus dilində yadda saxlamaq çətin gəlirsə, siz onları sadəcə Azərbaycan dilində deyə bilərsiniz. Çünki siz danışıq rus dilini öyrənirsiniz deyə sizə əsas gündəlik həyatımızda istifadə olunan sözləri düzgün formada, düzgün çəkişlərlə istifadə etməkdir. İndi isə gəlin cinsləri sizə ətraflı şəkildə lövhədə göstərərək izah edim. Deməli, mужской rod kişi cinsi. Sonu samitlə bitən bütün isimlər kişi cinsinə aiddir. Samitlər, hansı hərflər ki, Azərbaycan dilində samit sayılırsa, eyni hərflər rus dilində də samit sayılır. Və onu da qeyd edim ki, kim ki rus dilində əlifbanı bilmirsə, həmin tələbələr üçün ayrıca qrupa rus dilinin əlifbası göndəriləcək. Bayaq da qeyd etdiyim kimi, samitlə bitən bütün isimlər rus dilində kişi cinsinə aiddir. Например, stol kişi cinsli isimdir. Çünki sonu l samiti ilə bitir. Telefon kişi cinsli isimdir. Çünki sonu n samiti ilə bitir. Dom, ev kişi cinsli isimdir. Çünki sonu m samiti ilə bitir. Drug, dost deməkdir. Kişi cinsli isimdir. Sonu g samiti ilə bitir. Bəzi insanlar ismin cinslərini bu şəkildə anlayırlar. Bəs kişi cinsli şəxslər, tutaq ki, drug, dost, brat, qardaş, bunlar kişi cinsinə aiddir. Qadın cinsli şəxslər, sistra, mama, bunlar qadın cinsinə aiddir. Cansız bütün isimlər isə orta cinsə aiddir. Xeyr. Siz rus dilində ismin cinsini düzgün təyin etmək istəyirsinizsə, ilk növbədə ismin, yəni sözün sonuncu hərfinə fikir verməlisiniz. İndi isə keçək qadın cinsinə. Существительные женского рода. Qadın cinsli isimlər. Deməli, qadın cinsli isimlər sonu a və yaxud ya şəkilləri ilə bitən isimlərdir. Например, sumka, çanta deməkdir. Qadın cinsli isimdir, a şəkilçisi ilə bitir. Ruchka, qələm deməkdir. Qadın cinsli isimdir, a şəkilçisi ilə bitir. Pesnya, mahnı deməkdir. Qadın cinsli isimdir, ya şəkilçisi ilə bitir. Amma hamını maraqlandıran həmin o istisnalar. Bəs papa, ata deməkdir. Bu qadın cinsli isimdir, yoxsa kişi cinsli isimdir? Запомните. Papa, dядя, дедушка, юноша. Bunlar sonu a və ya şəkilləri ilə bitən kişi cinsli isimlərdir. Bəli, bunlar istisna sayılır. Baxmayaraq ki, qadın cinsli isimlərin şəkilləri ilə bitir, amma bunlar hamısı kişi cinsinə aiddir. Papa ata deməkdir, dядя həm əmi, həm dayı deməkdir, deduşka baba, yunuşa da cavan deməkdir. Cavan oğlanlara yunuşa deyirlər. Bunlar hamısı a və ya şəkilləri ilə bitən kişi cinsli isimlərdir. İndi isə keçək orta cinsli isimlərə. Sredni rod, orta cins. Orta cinsli isimlər sonu o və y şəkilləri ilə bitən isimlərdir. Например, Akno, pəncərə deməkdir, orta cinsli isimdir, o şəkilçisi ilə bitir. More, dəniz deməkdir, orta cinsli isimdir, y şəkilçisi ilə bitir. Platiye, don deməkdir, y şəkilçisi ilə bitdiyi üçün orta cinsli isimdir. Ümumiyyətlə, orta cinsli isimləri kişi və qadın cinsli isimlərdən fərqləndirən odur ki, kişi və qadın cinsli isimlərin arasında həm canlı, həm cansız isimlər olur, amma orta cinsli isimlər yalnız o və y şəkilləri ilə bitən cansız isimlərdir. Ümid edirəm, hər birinizə bu mövzu aydın oldu. Növbəti dərsimizdə artıq biz sizinlə yəlik əvəzliklərin cinslərini keçəcəyik və yəlik əvəzliklər plus ism söz birləşmələrinin cümlələrdə tətbiq olunma qaydasını sizə izah edəcəm. Bugünlük isə bu qədər. Hər birinizə uğurlar, sağ olun.